Bismillahirrahmanirrahim. Elhamdülillah. Bismillahirrahmanirrahim. Elhamdülillah. Ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabi ecmain. Niyetin düzəldilməsi. Niyyəti düzəltmə haqqında, niyyəti düzəltmək barəsində. Deməli, İmam Buxarıda gələn, yəni məşhur hədisdir o, yəni hər kəsin bildiyi hədisdir. Bu da Ömərdən rəvayət olunan hədisdir. Ömər ibn Xattab. Ondan rəvayət olunan hədisdir ki, Peyğəmbər s.ə.v belə buyurdu: əməllər yalnız niyyətlərə görədir. Əməllər yalnız niyyətlərə görədir. Və hər bir kişiyə də niyyət etdiyi vardır. Və hər bir kişiyə də niyyət etdiyi vardır. Kimin hicrəti Allaha və onun elçisinə olarsa, onun hicrəti Allaha və onun elçisinə olar, onun Rasuluna olar. Əgər kimin hicrəti dünyaya olarsa, yəni onu əldə edər və yaxud bir qadını olarsa, onunla evlənər və beləcə onun hicrəti nəyədirsə, və beləcə onun hicrəti, yəni hicrət etdiyi şeyədir. Deyib Buxarı Rəhməhullah bu hədisi gətirib, öz səhihində bir çox yerdə gətiribdir. Buxarı Rəhməhullah bu hədisi öz səhihində çox yerdə gətirib, bir neçə yerlərdə gətirib. Bunu da gətiribdir Əl-Qamə İbn Vaqqas Əl-Leysidən Rəhməhullah. Ondan gətirib hədisi. Əl-Qamə İbn Vaqqas Əl-Leysi Rəhməhullahdan gətirib, Buxarı Rəhməhullah. Birinci mövzuda Əl-Qamə Rəhməhullah buyurub ki, eşitdim Ömər bin Xattabdan. Deyir ki, minbərin üzərində, eşitdim Ömər bin Xattab minbərin üzərindən deyir ki, eşitdim Rasulullah s.ə.v buyurur ki, əməllər niyyətlərə görədir və hədisinin ardını deyir bütövlüklə. Və başqa mövzuda Əl-Qamədən yenə deyir ki, eşitdim Ömər bin Xattab deyir, eşitdim ki, Peyğəmbər s.ə.v deyir ki, ey insanlar, əməllər yalnız niyyətlərə görədir. Və beləcə hədisin ardını zikr edir. Axıra qədər deyir. Yarhamkallah. Bu iki rəvayət, bu hədis barədə olan bu iki rəvayət, yəni hədislər eynidir, yəni iki rəvayətlə gəlib. Deyir, bu iki rəvayət, hər ikisi İmam Buxarının, yəni səhihində yer alıbdır. Bu iki rəvayət nəyi ifadə edir? Bu iki rəvayət ifadə edir ki, bu bərəkətli hədis ifadə edir ki, ümumi xütbədə, minbərin üzərində Peyğəmbər s.ə.v ümumi olaraq, yəni xütbədə minbərin üzərindən, yəni ümmətinə tənbih olaraq və onları ayıldaraq və onların bu qəlbin islahı üçün olan məqamlarda, qəlbin islahı üçün olan məqamlar içərisində bu ən əzəmətli bir məqam olduğunu onlara hiss etdirməkdən ötürü Peyğəmbərin s.ə.v xütbədə yəni bunu deyir və Ömər də Allah ona razı olsun Peyğəmbər s.ə.v-in sünnəsinə tabi olaraq özü də xütbəsində həmənki bu hədisi xütbədən deyir və o da yenə bu məqamı, yəni niyyətin yerinin mühüm olduğu, o məqamın uca bir məqam olduğunu, yəni niyyətin uca bir məqam olduğunu insanları çatdırmaqdan ötürü və beləcə yəni ümmətin alimləri, ümmətə nəsihət edənlər, ümməti islah edənlər, ümmətə nəsihət edənlər Allahın qullarına bu hədisi
məqamlarda, bütün minbərlərdə və başqa yerlərdə, bütün məqamlarda onlara xatırladırlar. Çünki niyyətin nə qədər əhəmiyyətli olduğunu bildirmək üçün və onun yerinin ucu olduğunu bildirmək üçün. Çünki niyyət mühümdür. Niyyət mühümdür. Çünki o ən əzəmətli bir şeydir ki, o ilə qəlb islah olur. Niyyətin düzəlməsi ilə, niyyətin düzəlməsi qəlbin islahında ən böyük səbəbdir. Niyyətin düzəlməsi qəlbin islah olunması üçün ən əzəmətli səbəbdir. Və bunu öz ümmətinə çatdırmaq üçün Peyğəmbərimiz s.ə.v xütbəsində bunu deyib və Ömər də Allahla razı olsun, Peyğəmbər s.ə.v-in yolunu gedərək, onun sünnəsini həyata keçirərək bunu edib. Sonra Buxari rəhməhullah öz kitabına bu hədislə başlayır. Buxari rəhməhullah öz səhihini bu hədislə başlayır. O Buxari rəhməhullahın o bərəkətli kitabında, əvvəlcə gələn bir hədisdir və bunun kimi elm əhlindən bir çoxu bunu da ediblər. Onlar da öz kitablarını, özlərinin yazdıqları kitabları bu əzəmətli hədislə başlayıblar. Buxari rəhməhullahın etdiyi kimi və onlar da yenə ümmətə tənbih olaraq, ümmətə bir xatırlatma, ayıltma olaraq belə ki, mömin olan qulun niyyətə nə qədər çox böyük ehtiyacı var. Mömin olan qulun niyyətə olan ehtiyacı, çox zəruri olan ehtiyacı var, niyyətə. Elmi, dinini öyrənməsində olan ehtiyacı çox zəruridir. Bütün ibadətlərində. Çünki əməllər, niyyətlərə görə, o əməllərdə olan niyyətlərə görə etibarlı sayılır. Əməllər, o əməllərə bağlı olan niyyətlərə görə etibarlı sayılır. Allah yanında qəbul olan olur. Məsələn, namaz olsun, oruc olsun, həcc olsun, sədəqə olsun və başqa yaxşılıqlar olsun, Allaha yaxınlaşdıran başqa itaətlər olsun. Onlar Allahın yanında etibarlı olur, qəbul olunan olur, yalnız niyyətə görə. O da Peyğəmbərimiz s.ə.v ona görə deyir ki, əməllər yalnız niyyətlərə görədir və hər bir kişiyə də niyyət etdiyi vardır. Əməlin içərisindən müsəlmana olan, qiyamət günü ona əcr, savab qazandıran yeri, onun niyyətində olan o ixlasda etdiyi hissəsi olur. O hissəsindən o mükafat, savab verilir qiyamət günü. Ona görə deyir ki, niyyət gərək, bütün bu olunan əməllər salih niyyət üzərində olsun. Belə ki, niyyəti ilə Allahın üzünü qəsd eləsin, Allahın razılığını. Əməl salih olsa da, salih əməl hansıdır? Kitab və sünnəyə, sahabələrin yoluna müvafiq olan salih əməl sayılır. Və bu tək yetmir, tək bu kifayət deyil və o əməlin qəbul olmağına ötürü şərtdir ki, Allahın üzünün istənilməsi, Allahın razılığının istənilməsi, ixlas. Və ona görə deyir ki, əməllər etibarlıdır Allah yanında bu əməllərə bağlı olan niyyətlərə görə. Əgər niyyət xalis olarsa, o ilə olunan əməllə Allahın üzü istənilərsə, Allahın razılığı istənilərsə, Allah həmin əməli əməl edəndən qəbul edər. Əgər yox, elə olmazsa, o əməl edənin özünə qaytarırlar qiyamət günü. Nə qədər istəyir çox olsun, nə qədər növbə-növ əməllər olsun, fərq eləməz. Çünki Allah Teala o Mulk surasında da deyir ki, Əhsənə əmələ, liyəblüvəkum əyyukum əhsənə əmələ, sizin hansınızın daha yaxşı əməl sahibi olmağını ötürü sizi imtihan etməkdən ötürü.
Yəni Allah da dedi ki, yaxşı əməl demədi də, daha çox əməl demədi. Dedi ki, yaxşı əməl. Allah Teala buyurur ki: "Men kana yuridu al-acilata acalna lehu fiha ma nasha'u limen nurid, thumma ja'alna lehu cehennem yaslaha mezmumen medhura." Kim yəni bu keçici dünyanı istəyərsə, biz onun üçün onu tezləşdirərik. İstədiyimizi, yəni dünyada onun üçün istədiyimizə, onun üçün istədiyimiz üçün yəni onu tezləşdirərik. Dünyada olan istədiyimiz üçün yəni istədiyimiz üçün onu tezləşdirərik. Sonra onun üçün cəhənnəmi edərik və cəhənnəmə daxil olar. Yəni məzəmmət olunmuş halda və rəhmətdən uzaqlaşdırılmış halda. Sonra Allah da deyir ki: "Və men arada'l axirete və sa'a laha sa'yaha." Kimin yəni istəyi, kim də axirəti istəyərsə və onun səyini eləyərsə və onun üçün çalışarsa, mömin olduğu halda ulaika kana ma'a sa'yuhum məşkura, yəni onların əməlləri yəni qəbul olunar. Yəni ona görə ixlas yəni mühümdür. Yəni baxır insanın niyyətinə görə insanın qiyamət günü etdiyi əməlin qarşılığı veriləcək. Çünki Allah da deyir ki: "Və ma umiru illa liya'budullaha mukhlisina lehu'd-din." Onlara əmr olundu ki, yalnız Allaha ibadət etmələr. İbadət eləsinlər ixlasla, dini Allaha aid edərək. İxlasla ona ibadət eləsinlər Allaha. Və başqa ayədə Allah da deyir ki: "Ələ lillahi dinul xalis." Bilin ki, xalis din yalnız Allaha aiddir. Və bu mənada ayələr çoxdur. Ona görə elm əhlindən çoxlu nəqillər gəlib bu hədisin təzimi haqqında, bu hədisin əzəmətli olması haqqında və bu hədisin yəni yerinin yəni ucu olması, onun bəyanı haqqında elm əhlindən çoxlu nəqillər gəlib. İmam Şafii rahmehullah və başqa elm əhli deyiblər ki, bu hədis Ömərin hədisi, yəni Ömərdən rivayət olunan hədis, Ömərin rivayət elədiyi hədis deyir ki, elmin 1/3-idir. Elmin 1/3-idir. Və Şafiidən gəlib ki, Allah onu rəhmət eləsin, o deyib ki, bu hədis, yəni fiqh bablarından 70 baba daxildir. Bu hədis fiqh bablarından 70 baba daxildir. Və öyle hədisdir ki, namaza daxildir, oruca daxildir, sədəqə, həc və bütün itaətlərə bu hədis daxildir. Çünki niyyətlə yalnız əməl etibarlı sayılır, Allah yolunda qəbul olunan sayılır. Və bu hədis elə hədis ki, bu hədisdə Peyğəmbərin sallallahu misal çəkir. Misal çəkib və onu bütün itaətlər, bütün ibadətlərdə onu yəni müqayisə üçün Peyğəmbərin sallallahu misal çəkib və buyurub ki, "Fəmən kənə hicrətu ilallahi və rasulihi fəhicrətu ilallahi və rasulihi." Kimin hicrəti Allaha və onun elçisinə olarsa, hicrəti Allaha və onun elçisinə olar. Və Peyğəmbərin sallallahu aleyhi və səlləmin bunu deməsi bütün itaətlərdə yəni misal olaraq gətirir bütün ibadətlərə, bütün itaətlərə. Yəni kimin hicrəti Allaha və onun elçisinə olarsa, niyyət olaraq, qəsd olaraq, yəni insanın əməl etməsində niyyəti, qəsdi, yəni o əmələ tərəf getməsi, onun yönümü Allaha və onun elçisinə olarsa, bu əməl eləməyində, yəni onun yönümü getməsi Allaha və onun elçisinə olar, savab baxımından, əcr baxımından. Yəni niyyəti, qəsdi, Allah və Rasuluna tərəf getməsində niyyəti, qəsdi əgər salamat olarsa, doğru olarsa, düzgün olarsa, yəni buna görə savab və əcr əldə edər. Deyir ki, əgər niyyət salih olarsa, doğru olarsa, savab əldə olunar. Savab həyata keçər və əcr sabit olar. Əgər niyyət doğru olmazsa, xarab olarsa,
əməl rədd olunar, qaytarırlar və qəbul olunmaz. Çünki Allah Teala yəni əməldən yalnız xalis olanı, öz razılığı üçün, özünün üzü xətrinə olanı qəbul edir. İmam Şafiinin sözü, bu hədis barədə olan sözü, deməsi ki, o elmin 1/3 bərabərdir. Və İmam Əhməd bunu izah edir. İmam Əhməd rahimehullah bunu izah edir və deyir ki, İslamın əsilləri bu 3 hədis üzərində dövran edir. Arada İslamın əsilləri, İslamda əsil olan şeylər, sənin dinin, bizim dinimiz, yəni bu 3 hədis üzərində dövran edir. İslamda əsil olan şeylər bu 3 hədis üzərində dövran edir. Birinci Ömərin hədisi ki, əməllər yalnız niyyətlərə görədir hədisi. Sonra Ayşədən rivayet olunan hədis, hansı ki, kim bir əməl eləyərsə, bizim əmrimiz olmayan bir əməli edərsə, o rədd olunar. İkinci bu hədis və bir də Numan ibn Bəşirdən gələn hədis, halallar məlumdur, haramlar məlumdur, onların arasında şübhəli olan şeylər var. Bu 3 dənə hədis və deyir ki, İmam Əhməd rahimehullah deyir ki, bu 3 hədisin üzərində İslamın əsilləri dövran edir. Bu 3 hədisin üzərindədir. Və onun bəyanı odur ki, həqiqətən Allahın dini yalnız əmirlərdən və qadağanlardan ibarətdir və bir də şübhəli olan şeylərdən çəkinməkdən ibarətdir. Allahın dini əmirlərdir, qadağanlardır və bir də şübhəli olan şeylərdən çəkinməkdir. Və bunların üçü də Numan ibn Bəşirin hədisində cəmləşir. Və bu şeylər də iki işlə tamamlanır. Birinci, əməlin forması sünnəyə uyğun olsun. Əməlin forması, etdiyin əməlin forması, surəti sünnəyə uyğun olsun. Və hədə mə bu yine fiyədir. Və bu da Ayşənin hədisində bəyan deyildiyi kimi, Ayşənin hədisində gəldiyi kimi ki, mən əmilə əməlin leysə aleyyə əmruna fəhvə raddun. Kim bir əməli edərsə, bizim əmrimiz olmayan bir əməli edərsə, o rədd olunar. Yəni sahibinə qaytarırlar. Və ikinci işdə onun niyyəti, onun batinində olan niyyət xalis olsun. Xalis olsun. İxlas mühümdür. Allah hər birimizə müvəffəq eləsin. Və hədə mə bu yine fiyədir. Və bu da ixlas məsələsi də Ömərin hədisində zikr olunur ki, əməllər yalnız niyyətlərə görədir. Və hədisin ardı. Həqiqətən ixlas mühümdür. İxlas barədə çoxlu dəlillər var. Necə ki bilirsiniz, ayələrdə, hədislərdə Allah Teala deyir ki: "Və mə umiru illə liya'budullaha muxlisinə lehu'd-din." Onlara əmr olundu ki, yalnız Allaha ibadət eləsinlər ixlasla və dini Allaha aid edərək. Yəni bunun kimi dəlillər çoxdur. İxlasa aid dəlillər çoxdur. Və yəni ixlasa aid alimlər lüğəvi məna olaraq o ayəni gətirirlər, hansı ki o ayədə Allah Teala südün qanla peyinin arasından çıxmasını Allah Teala orada zikr edir bizə. Həqiqətən baxırıq ki, oradan Allah Teala ikisinin arasından bizim üçün tərtəmiz süd çıxartır. Heç bir qarışıq da olmur. Nə iyi, nə rəng, heç bir şey. Tərtəmiz. Həqiqətən mömin gərək çalışsın ki, alimlər bu şəri dəlillərə, bu lüğəvi şeyləri gətirməklərində də insanın başa düşməyən belə şeylər çox kömək eləyir. Həqiqətən gərək mömin qul çalışsın ki, əməlinə, etdiyi əmələ, Allah üçün əməli təqdim edirsə, çalışsın ki, başqa niyyət qarışmasın. Nə qədər bunun üstündə çalışsa, yarhamukallah, nə qədər bunun üzərində çalışsa, qiyamət günü etdiyi əməli bir o qədər daha tez qəbul olunacaq. Yəni, qəbul olunmağına daha çox haqlı olacaq. Bu iki dənə iş deyir ki, əmirlərdir, qadağanlardır və şübhəli olan şeylərdən çəkinmək məsələsində bu şeylər iki işlə tamamlanır. Və qulun niyyəti olan ehtiyacı nə qədər də böyükdür.
və məqsədini müalicə eləməsi, niyyəti eləməkdə olan qəsdi, məqsədin müalicə eləməsi nə qədər də, qulun nə qədər də ona çox böyük ehtiyacı var. Və iradəsinin, istəyini düzəltməsi, bütün əməllərində, namazı olsun, orucu olsun, həcci olsun, bütün itaətləri ki, düzəltsin ki, onunla yalnız Allahın üzünü istəsin, Allahın razılığını istəsin. Çünki onlardan hər bir əməl qəbul olunur. Allah tərəfindən razı olunan bir əməl olur, qəbul olunan olur. Yalnız niyyət təmiz olarsa, Allah üçün xalis olarsa. Yəni qəbirdə də qula fayda verəsi şey, onun qəsdinə görədir, Allah Taala'nın razılığını istəməsinə, onun üzünü istəməsinə görədir. Bu əməl qəbirdə sahibini qiyamət gününə qədər sevindirən bir şey bu olacaq yəni. Amma o əməllər ki, əməl edənlər ona əməl edirlər və o ilə şöhrət istəyirlər və o ilə eşitdirmək və o ilə göstərmək istəyirlər. Allah qorusun, deyir ki, fani dünyanı istəyirlər və yaxud da başçılıqdır və başqa şeylər, dünyavi həzlər, yəni dünyadan aldıqları bir paylar, bütün bu şeylər Allah yanında qəbul olunan olmayacaq. Allahın razı olduğu bir əməl olmayacaq. Çünki əməlin qəbul olunmağından ötürü şərtdir ki, əməl Allah razılığı üçün olsun, Allahın üzünü istəsin. Çünki Allah Teala deyir ki, وَمَنْ اَرَادَ الْآخِرَةَ وَسَعَلَهَا سَعْيَهَا Kim ahireti istəyərsə və onun səyini edərsə, onun çalışmasını edərsə, mömin olduğu halda onlardır, yəni onların əməlləri qəbul olunan olacaq. Niyyətin islah olunması, niyyətin düzəlməsi və onun üzərində çalışmaq davamlı şəkildə. Yəni buna çox böyük ehtiyac var. Yəni niyyət elə bir şeydir ki, yəni sələflərimiz də bunun üzərində yəni davamlı olaraq çalışıblar. Çünki niyyət elə bir şeydir ki, yəni qulu niyyətdən döndərən şeylər olur. Niyyətdən uzaqlaşdıran şeylər olur dünyada. Və onlar da çoxdur. Allah Teala deyir ki: "Vellezine cahadu fina lenehdiyennahum subulana ve innallaha ma'al muhsinin." Və o kəslər ki, bizim razılığımızdan ötürü, bizim razılığımıza görə çalışırlar, biz onları öz yollarımızı, yəni bu hidayət yolunun içərisində olan yollarımızı onları hidayət edərik və həqiqətən Allah mühsinlərlə bərabərdir. Yəni ibadətlərində ehsanla eləyənlərlə Allah Teala bərabərdir. Allah üçün edənlərlə bərabərdir. Ona görə də niyyətin müalicə olunması və onun üzərində çalışmaq, ixlasdan ötürü çalışmaq, yəni müsəlmandan qəbul olunan bir işdir. Axır nəfəsinə kimi. Dünyada olan axır, yəni axır anına qədər. Axır son anına qədər. Çünki insanı, nəyə görə insanın son nəfəsinə qədər, həyatında olan son anına qədər nəyə görə çalışmasına ehtiyac var? Çünki insanı eləcə, ona görə ki, insanı yəni ixlasdan döndərən şeylər çoxdur. Buradan, oradan və hər bir vaxtda və hər bir zaman onu müalicə etməyə, niyyətini düzəltməyə, məqsədini, qəsdini düzəltməyə insanın, yəni mömin müsəlmanın yəni ehtiyacı çox böyükdür. Və iradəsini, istəyini yaxşılaşdırmağa Allah üçün. Yəni sələflərimizdən bu barədə gələn nəqillər çoxdur. Niyyətin islah olunması haqqında, niyyətin düzəlməsi haqqında, insanın niyyəti ilə yəni maraqlanması barədə olan nəqillər çoxdur. Yəni İbn Rəcəb rahimehullah Cəmi'ül Ulum vəl Hikəm kitabında gətirir. Yahya ibn Əbi Kəthir ondan gətirir, dedi ki, niyyəti öyrənin. Həqiqətən o əməlin qəbul olunmağı üçün o əməldən yəni əvvəldir. Niyyəti öyrənin, çünki o əməldən əvvəl gəlir. Sonra burada gətirir Zübeyd Əl-Yəmi. Ondan gətirir. O buyurdu ki, həqiqətən mən istəyirəm ki,
mənim niyyətim olsun. Bütün şeydə mənim niyyətim olsun. Hətta yeməyimdə və içməyimdə də. Və o buyurub ki, deyir ki, niyyət elə. Hər bir şeydə niyyət elə, əgər xeyir istəyirsənsə. Xeyir istəyirsənsə, hər bir şeydə niyyət elə. Hətta yəni təmizlik işlərində belə, yəni evində olan təmizlik işlərində hətta belə niyyətini düzəlt. Və başqa Davud Ət-Tai ondan gəlir, deyir ki, mən eşitdim. Raitul xeyrə kulləhu innəmə. Deyir ki, mən bütün xeyirləri gördüm ki, cəm eləyir, bir araya gətirir niyyətin yaxşı olmağı. Mən gördüm ki, bütün xeyirləri bir yerə cəm edən niyyətin yaxşı olmağıdır. Deyir ki, sənə xeyir olaraq bu kifayət eləyər. Yorulmasan da, yəni adam ola bilər, çox niyyət eləməsin, çox əməl etməsin, çox əməl etmək insana yorğunluq versə də, insan az əməli ilə niyyətinin salih olması ilə insan cənnəti qazanması mümkündür. Sonra başa gətirir, burada yenə Davuddan gətirir, deyir ki, yaxşılıq təqva əhlinin himməsidir, yəni əzmkarlığıdır. Deyir ki, onun bütün əzaları dünyanı sevməyə bağlı olsa da, deyir ki, bir gün onun niyyəti onu əsl olana, yəni o doğru olana qaytaracaq. Yəni o nə demək istəyir? Demək istəyir ki, yəni sən niyyət üzərində çalış, bir gün yəni əməllərində olan o niyyəti müvəffəq olarsan əldə etməyə. Sonra Sufyan Əl-Thəvri rəhməhullah ondan gəlir, deyir ki, mən deyir, ən çox müalicə etməyə əziyyət çəkdiyim şey niyyətim oldu. Çünki niyyət elə idi ki, məndə yəni niyyət çevrilirdi tez-tez. Niyyət tez-tez çevrilirdi. Yusuf ibn Əsbət ondan gətirir, deyir ki, niyyətin ixlas edilməsi, yəni niyyətin xalis edilməsi, düzəldilməsi yəni əməl edənlərə çətindir. Yəni onun üçün uzun müddət çalışmasına ehtiyac var. Sonra Mutarif ibn Abdillah ondan gətirir, deyir ki, qəlbin düzəlməsi əməlin düzəlməsi ilə olur. Və əməlin düzəlməsi niyyətin düzəlməsi ilə olur. Yəni həqiqətən bu sözə baxanda görürsən ki, yəni əməlin islah olunması insanın qəlbinin düzəlməsinə səbəb olur. Elə ki, qəlbdən çıxan o yaxşı niyyət də, qəlbdən gələn yaxşı niyyətlə olunan əməl, yəni qəlbin islah olunmağına səbəb olur. Və bəzi sələflərdən gəlmişdi ki, kim istəyirsə onun əməli kamil olsun, niyyətini yaxşılaşdırsın. Çünki Allah Taala qula əcr verir, əgər onun niyyəti yaxşı olarsa, hətta ağzına qoyduğu bir loxmada da. Allah müvəffəq eləsin hər birimizi. İbn Mübarək buyurur ki, neçə əməllər vardır ki, balaca niyyət onu böyüdür. Və neçə əməllər vardır ki, böyük niyyət onu balaca edir. İbn Aclən ondan gətirir, deyir ki, əməl bu üç şeylə yararlı əməl, salih əməl olur. Allaha qarşı olan təqva, yaxşı niyyət və bir də sünnəyə müvafiq olmaq. Yəni kitab sünnəyə, şəriətə müvafiq olmaq. Deyir ki, əməl salih olur, bu üç şeylə insanın təqvalı olması, niyyətinin yaxşı olması və bir də yəni şəriətə müvafiq olması etdiyi əməlin. Və Fudayl ibn İyad rahimehullah buyurur ki, Allah səndən niyyətini istəyir və sənin istəyini istəyir. Yəni Fudayl ibn İyad bunu deməsi ilə bizi, yəni ümməti elə bir ki, yönətmiş olur ki, Allah Taala'nın səndən etdiyi səndən Allah Taala'nın istədiyi, səndən razı qalmağını istədiyi şey əməlin çoxluğu deyil. Səndən olan, yəni yaxşı əməldir.
və yaxşı niyyətdir, üzr istəyirəm, yaxşı niyyətdir. Yəni, yaxşı niyyətin olarsa, Allahın səndən istədiyi odur. Allah hər birimizi gözəl niyyətə müvəffəq eləsin. Peyğəmbərimiz s.ə.v yəni çox etdiyi dua idi ki, Allahım, ey qəlbləri çevirən, qəlbimi dinin üzərində sabit et və ey qəlbləri yönəldən, qəlbimi itaətin üzərində yönəlt. Həqiqətən çox qəlblər var ki, çox qəlblər var, yəni yönəldilir, yəni asilik üzərində. Və çox qəlblər vardır ki, Allah təala müvəffəq edir ki, o yəni qəlbinin itaət üzərində yönəldilməsinə Allah tərəfindən yəni müvəffəq olur. Bu da insanın istəyinə bağlıdır. Allah təala insanın istəyinə görə onun qəlbini yəni itaət üzərində edir. Allah təala hər birimizin niyyətini salih eləsin. Subhanakallahumma və bihamdika əşhədu an la ilaha illa ente estağfiruka